Bizim İsmail TV resmi kanalının bir neçə şəxsin şikayətinə daxil olaraq bizə verdiyi məlumata görə Hacətəmlik kəndində gördüğünüz kimi sarı xətt və orta ağ xətt nişanı yoxdur. Bununla bağlı neçə şikayət daxil oldu bizə və biz həmin bu şikayətə əsasən gəldik ki, video reportaj yaparaq çəkiliş edək və işıqlandıraq ki, həqiqətən də gördüyünüz kimi yolda ağ xətt və sarı xətt nişanı yoxdur. Qışda dumanlı hava şəraitində avtomobillərin gediş-gəlişi tamamilə görünməz vəziyyətdə orada. Yəni ağ xətt olduğu halda nə qədər olsa, yəni ağ xətt yəni yolu göstərir də bilir ki, yəni həmin bu yol yəni ağ xətt nişanından gəliş üçündür, yəni bildirmək üçündür. Yəni yol yəni hansı yola getdiyini bildirmək üçündür. Gördüğünüz ki, həqiqətən də bir neçə şəxsin şikayətinə daxil olaraq gəldi, reportaj yapardıq. Öz gözümüz şahidi olduq ki, həqiqətən də Hacətəmlik kəndində ağ xətt nişanı və sarı xətt nişanı yoxdur. Bu qədər. Sizdən danışan İsmail TV resmi kanalının müxbiri idi.